Değerli YouTube kanalımızın izləyiciləri, yeni yasamalda sizə 3 otaqlı bir mənzili təqdim edəcəm. Tam təmirli, yeni təmir və təmirdən sonra yaşayış olmayan kupçalı bir mənzil. Təmir zamanında keyfiyyətli inşaat materialları əsasında təmir olmuş bir mənzildir. Keçəcək mənzilin təqdimatdan öncə kanalımıza abunə olub, videomuzu bəyənməyi unutmayın. Mənzil 96 kvadrat ümumi sahəyə malikdir. 12 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. 2 otaq olub, qanuni 3 otağa düzəlib. Baxın, burada qardirob hissəsi, qonaq otağı, orada mətbəx hissə olub, mətbəx hissəsi sol hissəyə gətirilərək yataq otağı düzəlib. İkinci yataq otağı, sanitar qovşağı və qeyd etdiyimiz kimi mətbəx hissə. Mənzil qanuni 2 otaq olub, sənədlə qanuni 2 otaqdır, 3 otağa düzəlib və təmirdən də sonra yaşayış olmayıb. Giriş dəhliz hissəni görürsünüz. Baxın, bu şəkildədir. Hündürlüyü çox gözəldir, yeni təmirdir, modern tərzdə təmin olmuş bir mənzildir. Qazı, suyu, işığı daimidir, sənədlər tam qaydasındadır. Baxın, qonaq otağını görürsünüz. İlk öncə geniş bir qonaq otağı var və qonaq otağında qarşısı açılır. Yeni yasamalda Ləziz restoranının qarşısında sizin saray var. Qismətkarlıq evinin arxa hissəsində düşür. Orta mənzildir, Uqlavoy düşmür. Qarşısı açıq, şərq istiqamətinə baxır, gün düşəndir. Burada yataq otağı və eyvana çıxış hissə var. Çox böyük bir eyvanı var. Eyvanı da sizlərə göstərəcəm. Baxın, bura birinci yataq otağıdır. Öncələri mətbəx olub, mətbəx giriş hissəyə gətirilib. Bu hissədə güzgülü açarlıq hissə yerləşir. Baxın, görürsünüz, bu şəkildədir. Burada ikinci yataq otağı, yəni böyük yataq otağıdır. Buradan sizə eyvana çıxışı göstərim. Digər yataq otağından da eyvana çıxış var. Baxın, belə bir böyük eyvan hissəsi var. Bunlar təmizlənməlidir, səliqəyə salınmalıdır. Baxın, baxış istiqaməti bu şəkildədir. Baxışından yerləşmə yerini aydın şəkildə başa düşəcəksiniz. Bu ikinci yataq otağı oldu. Burada sanitar qovşağı yerləşir. Baxın, bu şəkildədir. Aksesuarlarla da təmin olunub. Döşəmədə qranit mərmər və istifoldan istifadə olunub. Mənzildə təmirdən sonra yaşayış olmayıb. Burada isə mənzilin mətbəx hissəsi yerləşir. Mətbəxin pəncərəsi yoxdur, qeyd edirəm, amma havalandırma şaxtası mövcuddur. Baxın, belə bir mətbəx hissə var. Onsa pəncərəsi olsaydı, qanuni 3 otaq olacaqdı. Bunun da qiyməti təqribi 270 min civarında olacaqdı. Bu mənzilin qiyməti isə 245 min manatdır. Mənzilimiz yeni yasamalda yerləşir. 12 mərtəbəli binanın 9-cu mərtəbəsində. Qanuni 2 otaqdan 3 otağa düzəlib, sənəd kupçadır, dövlət ipotekasına yararlıdır, qeydiyyatda heç kim yoxdur. Alqı-satqı günü də mənzil təhvil verilir. Qiyməti 245 mindir və real alıcıya endirim olunacaqdır. Açar bizdədir, gün ərzində mənzilə eyni şəkildə baxmaq mümkündür. Mənzil haqqında bu qədər, növbət çəkilişdə görüşənədək.